Bismillahirrahmanirrahim. Allah'ın salamı ve rahmeti olsun qeyrətli Müslüman Azərbaycan xalqına. Esselamu aleyke ya sahibəz zaman. Bir daha qanitsən, uşaq qatili şeytan Netanyahu'nun Azərbaycana səfəri alınmadı. Allah təbarək və Teala'nın salamı və rəhməti olsun o kəslərə ki, bu günlər etiraz elədilər, səslərini qaldırdılar, bacardıqları qədər yazdılar, əllərindən gələni etdilər. Nifrin etdilər, lənət etdilər. Hər halda Allah təbarək və Teala bütün bunlara görə bizdən sual edəcək və bugünün Kərbəlasından bizdən soruşacaq. Allah təbarək və Teala inşallah həmişə Azərbaycan xalqını Hizb-ı Şeytan üçün, şeytan ordusu üçün və şər qüvvələri üçün, siyonistlər üçün təhlükə mənbəyi qərar versin və bu səfərlər alınmasın. Amma qaldı ki, indi bunun arxasında nə dayanır? Siyonist şər qüvvələri yaxşı bilirlər. İndi bəhanə edirlər ki, Türkiyə bu yolu bağlayıb və qoymayıb ki, Netanyahu uçsun. İslam ümməti çox yaxşı bilir ki, Türkiyə yolu bağlamaq istəsəydi və bunun arxasında ayrı məsələlər dayanmasaydı, Türkiyə nefti kəsərdi, ərzaq təminatını kəsərdi siyonistlərə və böyük cinayətlərin qarşısını alardı. Bugün təəssüflər olsun ki, Erdoğan hakimiyyəti həm Türkiyə xalqına, həm Azərbaycan müsəlman xalqına, İslam ümmətinə xəyanət edir və siyonistlərin iqtisadi şax damarına çevrilib, həm nefti, həm müxtəlif təminatlar bugün siyonistlərə Türkiyə torpağından gedir. Ona görə də biz bunu yaxşı bilirik ki, Azərbaycanın müsəlman xalqının tələbdə olan siyonistlərə nifrəti və müxtəlif ilahi məsələlər səbəb oldu ki, bir daha Netanyahu Azərbaycan Hüseynçilər yurduna və İmam Zaman diyarına səfər edə bilməsin. İnşallah ki, bu davamlı olsun və həmişə Azərbaycandan siyonistlərə qarşı təhlükə siqnalları getsin və onlar bilsinlər ki, Azərbaycan onlar üçün həmişə təhlükəlidir və müsəlman xalq qeyrətlidir və həm əhl-i sünnə qardaşları, həm şiələr və əhl-i-beyt davamçıları ki, Azərbaycanda əksəriyyət əhl-i-beyt aşiqləri və davamçılarıdırlar, gərək Allaha və İslam ümmətinə özlərini göstərsinlər ki, biz qeyrətli və heç vaxt icazə vermərik ki, şeytanlar və Hizb-ı Şeytan və başda olan uşaq qatilləri bizdən arxain olsunlar. Xoş o kəslərin halına ki, şeytanlar onlardan arxain deyirlər, şeytanlar onlardan təhlükə hiss edirlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.